Günaydın, günaydın insanlara günaydın. Şaka şaka gece yarısı da. Neyse keyfiniz yükseldirsin dedim gecəni. Yazan, fikri qalan məni belə görüb 2 gündür xəstəxanalarda gedirəm, gəlirəm Samiranın işi üçün də. Fikri qalan, düşünən, üzülən, dua edən hər kəsə çox təşəkkür edirəm. Allah o gözəl ürəyinizə görə versin ki, verəcək. Mən bilirəm. Allah hər kəsin ürəyinə görə verirsin. Gözümə bir şey batdı yenə. Nəysə. Çoxu soruşur ki, nə olub ayağınıza? Çox əmin olmadığım üçün bilirsiniz, yekəbaş kimi danışmağı sevmirəm. Ona görə indi artıq cavab çıxdı. Uziyə falan saldılar. Damar nəysə ondan qorxurdular. O olmadı. Şükürlər olsun. Mən xəstəlik demişdim. Video paylaşmışdım. Onun biraz da tam da net deyim də. Video paylaşmışdım. Da nə deyirdim? O qədər ağır şey olur ki, hərdən unuduram. Nə deyirdim? Tamam. Mən salgın keçirdim. Bu virusa yoluxanlardan biri də mən idim. Havadan gələn bir şey var ya. Ciddi keçirmişdim. 7 gün mənə sistem taxılmışdı bala. 7 gündən sonra mən bir həftə dinləməliymişəm. Səndə hər kəsdə olur. O xəstəliyi keçirənlər, o rahatsızlığı keçirənlər bədənin bir yerinə vurur o virus. Yəni bədəndən çıxmaq üçün. Mənim də ən zəif yerim ayağım olduğu üçün, o da niyə? Maşallah ayaqlarım çox güclüdür idmandan. Amma yəni o ayaqda yorulduğu üçün oraya vurub. Və üstünə bunu dinləyin. Bu çox önəmlidir. Mən idmana gedirdim. Elə bildim ki, idmanda xamlamışam. Ona deyilmiş. Üstünə ata mindim. Atdan düşəndən sonra dedim, atda xamlamışam. O özümü aldatdım. Səndə o əvvəldən o ağrıyırmış. Mən ata idmana verdim. Dedim ki, onlardandır da. Sonra bir həftə mən gözlədim. Dedim, xamlamaqdandır. Elə ağrıyır, göyərib xamlamaqdandır. Bu nə? O başlayıb mənə çox zərər verməyə. 45 dənə damara iynə, antibiotik. Sistem kimi bir şeydir. Yazıb doktor. Gündə 3 dəfə. Səhər 8-də, günorta 4-də, axşamda, gecə də 12-də. Plov süzən kimi oldu artıq yavaş-yavaş bədənim, damarlarım. Amma şükür. Ona görə bunları yavaş-yavaş üstəsindən gəlirəm, kompres eləyirəm. Ravenoldur, nə belə bir şeydir. Onu suya tökmüşəm, 1 litr suya. Çalxalamışam onunla tənziflə. Ayaqlarıma bükürəm, şükürlər olsun. Onunla biraz sakitləşdirir ağrısını. Bu arada belə ağrısı olanlar liftə minməkdə diqqət edin. Çünki liftdə təzyiq olduğu üçün dəhşət ağrı verir, qışqıracaq dərəcədə. Bunu da təcrübə etdim. Və elə ağrınız varsa, qaçın doktora, qaçın. İlk cərrah doktoruna gedin, bax. İlk cərrah. Sonra dəri, onu yönləndirirlər. Amma yəni öyle ağzınıza gələni getməyin də. Bunu belə mənə dedilər, mən də elə getdim. Sonra yönləndirdilər. Qan analizi falan verin. Ağlıma nə gəldi? Yəni bilirəm, onu yaşayanlar vardır. O üzr istəyirəm, xəstəlikdir, keçicidir falan, öyle bir şey deyil. Sadəcə olaraq o keçirdiyiniz sağlıqdan vücudunuzun gücü yetmədiyi üçün, vücud gücü azaldığı üçün vurur bir yerə. Məndə də ayaqlar sürəkli ağrı ayaqda olduğum üçün, hələ bu halda belə dərs verdiyim üçün təbii ki olub. Şükürlər olsun, daha da yaxşı olacağım. Dərmanlarımı, hər şeyini vaxtında edirəm. Bu arada 45 dənə iynə yazdı və doktor. O iynələr damara, mədənizi zərər verə bilər. Ona görə doktor onun yanında mədə dərmanı da yazır. Mənə də yazıb, yəni bilginiz olsun. O sonra nə demişdim? Bir dənə də dərman yazıb. Su için çox. Sonra nə demişdim? Nə demişdim? Yox, doktor nə demişdi? Dinlənin. Mənə baxmayın. Mən dərs verirəm, mən çünki işləməliyim. Amma siz dinlənin. Ayağınızı, o da önəmli. Ayağınızı heç bir zaman mənim səhvim o oldu ki, sən demə ilıq su, soyuq suda bir buz falan hərdən belə qoymalısan, kompres eləməlisən. Buz deyil, kompres. Mən gedib isti suda ayaqlarımı isti suyla yudum ki, güya sakitləşsin. O daha çox zərər verib. O da çox ağıllı olduğum üçün. Ayağınızı ürək məsafəsindən aşağıda qoymursunuz. Mən çox qoydum. O da zərər eləyir. İndi artıq üstünə belə qoyuram. Bunlar hamısı önəmlidir. Bunlar ağlıma gəlmişkən hamısını dedim. Sevirəm sizi. Öpürəm sizi. Saçma. Çok güzelim be. Neyse. Belə. Gecəniz xeyrə.